Goranboyda idarə etmədən çıxan minik maşını həyətə düşüb, ağır yol qəzası zamanı sürücü və sərnişin xəsarət alıb. Hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində qeydə alınıb. 39 yaşlı sürücü idarə etdiyi minik maşınında sükana hakimiyyəti itirərək avtomobili yol kənarında maneəyə çırpıb. Zərbənin gücündən avtomobil uçaraq qəsəbə sakinlərindən birinin həyətinə düşüb. Hadisə zamanı sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Goranboy rayon mərkəzi xəstəxanasına çatdırılıb. Yaralılara ilkin tibbi yardım göstərilib. Axşam radələrində saatlarında 19:50-də avtoqəza ilə əlaqədar iki kişi cinsli xəstə müraciət etmişdi. O xəstələrin birinin vəziyyəti ağır olmuşdu, açıq kəllə beyin travması, digərinin vəziyyəti təpə nahiyəsində çapılmış yara, yüngül vəziyyətdə. Xəstəyə ilk tibbi yardım göstərilmiş və xəstə digər xəstəxanaya təxliyə olunmuşdu. Qeyd edək ki, qəza zamanı xəsarət alan sürücü Xocalı, sərnişin isə Bakı sakini olub. Hadisənin baş vermə səbəbləri araşdırılır. Rahim İbrahimoğlu, Nilufər Qəhrəmanova, Goranboy.